Qan azlığından şübhələnirsənsə, diqqətlə baxın. Qan azlığı nədir? Əvvəla çox insanlar qan azlığıyla təzyiqin azlığını qarışdırırlar. Təzyiq arterial təzyiqin az olmasıdır və hər bir insan özünə uyğun işçi təzyiqi var. Təzyiqin az olması qan azlığı demək deyil. Qan azlığı insan orqanizmində qırmızı qan kütləsinin az olmasıdır, hemoqlobinin az olmasıdır. Bəs onun əlamətləri nədir və necə bilə bilərik? Qan azlığı əlamətləri çoxdur. Mən bir neçəsini deyəcəm. Dəri quruluğu, halsızlıq, tez yorulma, insan rənginin avazıması, xüsusən də gözün selişlik qışasının avazıması, saçın kövrək olması, saç tökülməsi və s. Bəs bunu necə təsdiqləyə bilərik? Qan analizi ilə. Tək qan ümumi analizi kifayətdirmi? Xeyr. Qan ümumi analizində bəzən hemoqlobin normal ola bilər. Çünki insan orqanizmində qan azalmağa başladıqca ehtiyatlı olan hemoqlobin qan dövrəsinə buraxılır və hemoqlobin normal göstərilir. Və bu yalançı anemiya sayılır və bizi çaşdıra bilər. Bəs hansı analizlər vacibdir? Ferritin, transferrin, hemoqlobinin miqdarı, fol tuşusu B12 və dəmirin miqdarı. Bunlar mütləq yoxlanılmalıdır.